Qarabağ 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azərkeşlərə Aras Naxçıvanla keçirilən oyuna girişi pulsuz eləyib. Qafqazinfonun məlumatına görə komandanın qadın azərkeşləri bu jestə cavabsız qoymayaraq onlara dəstək olmağa gəliblər. Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bugün qadınların hüquqları uğrunda apardıqları mübarizənin və əldə etdikləri nailiyyətlərin simvolu hesab edilir. Bakı küçələrində 8 Mart Beynəlxalq Qadınlar Günündən fotoreportajı təqdim edirik.